Her bir vaxtınız xeyir olsun değerli izleyicilerim, hoş gördüm herkese. Bugün sizlere Mərdəkanda 8 sot torpaq sahəsində yerləşən bu gözəlliyin təqdimatına gəldik. 260 kvadrat metr sahəsi var. Gəlin sizlərə giriş tərəfini göstərim. Birlikdə evi gəzək. Yola yaxın ev axtarırsınızsa, daimi yaşaya biləcəyiniz bir yerdədir Mərdəkanda. Bravo Marketin yaxınlığında yerləşir evimiz. Gördüyünüz kimi giriş tərəfi. Bayır tərəfində də kifayət qədər, istənilən qədər maşın saxlaya bilərsiniz. Geniş bir parkovkası var. Evin ətrafını tam dövr eləmək mümkündür. Burada mətbəxidir. Meşəliyi, mən deyərdim ki, bəs eləyir, gözəldir, qəşəng meşəliyi var. Qarşısında 10 metr uzunluğunda, 5 metr enində, 1.60 dərinliyində daşma tipli hovuzu və orada da maraqlı bir stend düzəldiblər yaşıllıqla. Allah hər birimizə, mənim millətimin hər birinə bax belə gözəl evlərdə yaşamağı nəsib eləsin inşallah. Amma hər zaman dediyim kimi, dediyim sözlərə qulaq asın. Evlərinizi məndən belə alsaz təmir və tikintini yoxlatmağınızı istəyirəm. Qardaş, mən bu sözləri bilirsiniz nəyə görə deyirəm? Yaxşı tikənlər var, pis tikənlər var. Ümumiyyətlə Azərbaycandan söhbət gedir. Bunu dəfələrlə yaşayırıq. Gəl, sosial şəbəkələrdə də görürük bu evlərin problemlərini. Ona görə mən istəmirəm heç bir müştərim problem yaşasın. 4 metr tavanın hündürlüyüdür. Bax, burada gördüyünüz kimi 40 kvadrat metrlik zalıdır. Evimiz tam isti döşəməlidir. Qapılarını çox bəyəndim. 2.80 hündürlüyündə qapılarıdır. Bu yataq otağı mebellidir. Özünün sanitar qovşağı var. Maşallah, maşallah, çox ürək açan bir evdir. Allah hər birimizə belə gözəl evlərdə yaşamağa qismət eləsin inşallah. Evimizin qiyməti 700.000 manatdır. 3 metr enində geniş bir xolu var. Gəlib bunu gözlərinizlə görməlisiniz. Maraqlı bir evdir. Burada da bir yataq otağı, özünün sanitar qovşağı. Kameramız indi sizlərə yavaş-yavaş göstərəcək. Bütün kommunal xəttləri çəkilib. Qazı, suyu, işığı daimidir, ipotekaya yararlıdır. Hər kim bu evə sahib olmaq istəyirsə, mənimlə əlaqə saxlasın. Burada da paltarlarınızı asa biləcəyiniz şkafı yığılıb. Burada ümumi sanitar qovşağıdır. Burada yataq otağı, özünün sanitar qovşağı. Evdə ümumilikdə 4 yataq otağı var. İndi sizə 4-cü yataq otağını da göstərəcəm. Və bu da 4-cü yataq otağı, özünün qardırobu. Və burada da evin mətbəxi 35 kvadratlıq bir mətbəxdir. Həm iki tərəfdən qapısı var, həm manqal tərəfə çıxışı var, həm də hovuz tərəfə. Allah ruzunuzu, bol canınızı sağ eləsin. Like etməyi, kanalıma abunə olmağı unutmayın. İnşallah yeni videolarımızda görüşmək ümidi ilə. Hələlik.